Hər vaxtınız xeyir olsun. Bu dəfə birlikdə heç dağılmayan möhtəşəm bir çiyələk mürəbbəsi hazırlayırıq. Videoda da görürsüz. Bu meyvələrin mən hamısını Lənkərandan sifariş etmişdim. Mənə təptəzə, belə desək, sırazo yerindən yığıb və o şəkildə göndərmişlər. Yəni meyvələrimin içərisində heç bir əzik, çürük olmamışdı təzə yığıldığı üçün və videoda gördüyünüz çiyələk, malina, böğürtən, hər birindən fərqli mürəbbələr, fərqli cəmlər hazırlamışam və videoların hamısında demək olar ki paylaşmışam. Paylaşmadıqlarımı da yavaş-yavaş hissə-hissə paylaşıram. Bu səbəbdən də məni izləməyi, kanalıma abunə olmağı unutmayın. Əgər siz də belə dadlı mürəbbələr, dadlı desertlər, yeməklər hazırlamaq istəyirsinizsə, mütləq kanalımı izləməyə alın. İlk olaraq çiyələklərimizin saplaqlarını qopardıq. Daha sonra isə bir 15-20 dəqiqə suda saxlayıb növbəti olaraq yuduq və qazanımıza əlavə edib üzərinə şəkər tozunu əlavə etdik. Normalda kiloya kilo prinsipi ilə hazırlanır. Mən isə çiyələklərim çox şirin olduğuna görə 1 kiloya 800 qram prinsipi ilə hazırladım. Şəkər tozunu əlavə etdikdən sonra mümkünsə bir gecə saxladırıq şirəsini buraxmaq üçün. Mənim elə bir vaxtım olmadığına görə üzərinə yarım armud stəkan su əlavə edib əvvəlcə vamodda şəkər tozu əriyənə qədər yavaş-yavaş gözləyirəm. Şəkər tozum əridikdən sonra isə altın odunu gücləndirirəm və təxminən 40-50 dəqiqə bişirirəm. Meyvənin çoxluğundan asılı olaraq bişmə müddəti əlbəttə ki dəyişə bilir. Sadəcə sonda mən sizə hansı qatılıqda olmalıdır onu göstərəcəm. Bişmə müddətini ona uyğun özünüz təyin edə bilərsiniz. Meyvələrə qaşıq vurmuruq. Mümkün qədər qazanın kənarlarından sirkələyərək qarışdırırıq və üzərində yaranmış kəfləri də yığmağa çalışırıq. Bişmiş halı, sona yaxın halı burada videoda gördüyünüz şəkildədir və bu şəkildə bişirdikdən sonra altını söndürürük. Daha sonra isə üzərinə bir salfetkanın köməyi ilə üzərində qalan kəfləri yığırıq. Mümkün qədər çalışırıq ki, bərk bastırmayaq, meyvələrimiz əzilməsin və salfetkanı çəkdikdən sonra qıraq bacada qalanları da yenə bir salfetkanın köməyi ilə təmizləyirik. Daha sonra isə mürəbbəmizin soyması üçün gözləyirik. Soyuduqdan sonra isə bankalarımıza yığırıq. Mümkünsə bir gecədə soyuducuda saxlayırıq. Daha sonra isə sərin bir otaqda saxlayırıq. Hazırlayan hər kəsə indidən nuş olsun. Ümid edirəm ki, reseptimi bəyənərsiniz. Bu arada rənginin dəyişməməsi üçün, tündləşməməyini istəyirsinizsə, bişən zaman içərisinə bir dilim limon əlavə edə bilərsiniz. Mürəbbəmin son halını görürsünüz. Heç bir şəkildə dağılmadı, mükəmməl qaldı. Hazırlayan hər kəsə indidən nuş olsun. Özünüzə yaxşı baxın. Hələlik.